Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Sizlər üçün 19 iyun sertifikasiya suallarını, izahını qeyd edəcəm. Baxırıq testlərə. Baxaq birinci testdə iqtisadi dəyişikliyi ilə bağlı dövlətin verdiyi qərarın əhəmiyyətliliyini faktlarla, nümunələrlə əsaslandır fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? Bəli, müəllimlər, iqtisadi dəyişikliyi ilə bağlı dövlətin verdiyi qərarı deyir. Bax, burada öz qərarımızı demir. Dövlətin verdiyi qərarın əhəmiyyətliliyini deyirsə, bu zaman həmin faktları, nümunələri baxacaq ki, iqtisadi dəyişiklik ilə bağlı dövlətin verdiyi qərarlar hansılardır? Onları araşdıracağıq, təhlil edəcəyik. Bu zaman təhlil etmək mərhələsi olacaq. Və keçid alırıq digər suala. İqlim dəyişikliyi ilə bağlı dövlətin verdiyi qərarı arqumentlərlə, dəlillərlə, sübutlarla əsaslandır fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? Bax, burada isə müəllimlər artıq qeyd edir ki, iqlim dəyişikliyi ilə bağlı dövlətin verdiyi qərarı indi özümüz arqumentlərlə, dəlillərlə, sübutlarla əsaslandıracağıq. Bu zaman özümüz ediriksə dəyərləndirmək olur. Və keçid alırıq digərinə. Üçüncü suala, şagirdin metokognitiv bacarıqlarını formalaşdıran üsullara aid deyil. Problemi səmərəli yol ilə həll etmək üçün üsullar bilmək, çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlamaq, atılan addımları effektiv şəkildə istiqamətləndirmək, şagirdlərə öyrənmə üçün strategiyaları aydın formada göstərmək. Əlbəttə ki, burada şagirdlərə öyrənmə üçün strategiyaları aydın formada göstərmək, çünki metokognitiv bacarıqlar özü haqqında strateji biliyə sahib olmaqda özünə aiddir də. Burada isə deyir ki, öyrənmək üçün strategiyaları başqalarına aydın formada şagirdlərə öyrətmək xeyr, bu deyil, doğru olmayan elə budur. Digərinə keçid alırıq. Müəllim şagirdə deyir ki, verilmiş mövzuda elə arqumentlər gətir ki, yoldaşların sənə inansın fikri taksonomiyanın hansı mərhələsinə aiddir? Deməli, şagirdə deyir ki, sən özün, yəni mövzuda elə arqumentlər gətir ki, yoldaşların sənə inansın. Yəni öz fikrini deyir, özü dəyər bildirməlidir, özü münasibət bildirməlidir, özü arqumentlərlə fikrini əsaslandırırsa, bu zaman dəyərləndirmək olur. Amma başqasının fikrini arqumentlərlə, ümumiyyətlə başqasının fikrini əsaslandır desə sizə, bu zaman təhlil etmək olacaq. Və keçid alırıq digərinə. Müəllim fəza fiqurları mövzusunu keçdikdən sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? Bəli, burada tətbiq etmək olacaq. Nəyə əsasən? Çünki fəza fiqurları mövzusunu keçdikdən sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə həmin fiqurlardan istifadə edib, deməli, bir əşya düzəltsinlər. Bu olur tətbiq etmək mərhələsi. Keçid alırıq digərinə, mağazalardan müxtəlif endirim kuponları təşkil olunur. Həmin mağazalarda olan endirim kampaniyalarını hesablayın. Əgər mağazalarda olan endirim kuponları təşkil olunubsa, o endirim kampaniyalarını hesablayırsa, hesab varsa tətbiq etmək olacaq. Və keçid alırıq digər testimizə. İki marketdə eyni məhsula müxtəlif faizli endirim var. Siz bunlar arasında hansından alış-veriş edəcəyiniz ilə əlaqəli seçim etməlisiniz. Fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? İki fərqli məqam var. Dərslərimizdə də qeyd etmişəm. Qarşımızda iki fərqli məqam var. Hansı müxtəlif faizli endirimlər verir? Biz təhlil edəcəyik ki, məsələn, baxaq görək, bu bəlkə ucuzdur, amma keyfiyyət baxımından aşağı səviyyədədir və yaxud bu daha sərfəli qiymətə verir, faizi aşağıdır, mənə bu daha sərf edir, bundan alım. Deməli, təhlil edəcəyik. Bu zamanda təhlil etmək mərhələsi olacaq və keçid alırıq digərinə. Müəllim urbanizasiya mövzusu haqqında danışarkən şagirdlərin bəziləri şəhərləşmənin deməli yaxşı olduğunu, bəziləri bunun yaxşı olmadığını və ekoloji problemlərə səbəb olduğunu, bəziləri isə tullantı
materiallarının aradan qaldırılması üçün yeni texnologiyaların olduğunu vurğulayır. Müəllim şagirdlərdə həm iqtisadi, həm sosial, həm də ekoloji baxımdan urbanizasiya prosesinə yanaşmanı formalaşdırmaq üçün hansı addımı atmalıdır? Müəllim şagirdlərə yönəldici suallar ünvanlayaraq bir tərəfə istiqamətləndirməlidir. Xeyr, burada belə bir hal baş vermir və müəllim şagirdlərdə məsələlərə eyni baxış bucağından baxmaq bacarığını formalaşdırmalıdır. Bu da olmayacaq. Eyni baxış, yəni hər kəs fərqli baxış, fərqli mövqedən çıxış etməlidir. Müəllim şagirdlərdə məsələlərə müxtəlif baxış bucaqlarından baxmaq bacarığı formalaşdırmalıdır. Bəli, elə bu olacaq. Digərinə keçid alırıq. Şagird çətin mövzunu oxuyub onu başqalarının da başa düşə biləcəyi dildə izah edir. Fikri taksonomiyanın hansı mərhələsinə uyğundur? Bu da əlbəttə ki, anlamaqdır. Çünki mövzunu oxuyursunuz. Məsələn, mövzunu oxumuşam və sizə izah verirəm. Sizə izah verirəmsə, deməli bunu mən anlamışam ki, izah verirəm. Anlamasam qarşı tərəfə necə izah verə bilərəm? Ona görə də bu anlamaq olacaq və keçid alırıq digərinə. Şagirdlərə məktəb yeməkxanasının bir həftəlik yemək menyusunu hazırlama tapşırılır. Şagirdlər hesablama zamanı həm qiyməti, həm də kalorini nəzərə almalıdır. Yəni, hər birini nəzərə alırsa, bu da deməli olacaq əlbəttə ki, fənlər arası. Çünki məktəb yeməkxanasında yemək menyusu hazırlanmalıdır. Hesablama zamanı həm qiymət, həm kalori. Qiymət yəni riyaziyyatda olur, kalori də digər ixtisasda olur və deməli bu olacaq fənlər arası inteqrasiya. Belə müəllimlər, məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Kanala abunə olub şərh yazmağı unutmayaq. Sizlər üçün paylaşımlarımız daha çox olmağını istəyirsinizsə, bəyənib paylaşa bilərsiniz.